Aziz analar, bacılar, her vaxtınız xeyir olsun. 5 dəqiqə vaxtınızı alacağım. Mənim bu söylədiyim sözdə mənə var. Ona görə deyirəm ki, qoy millətimiz ayılsın, başa düşsün. 2001-ci ildə mənim anam rəhmətə gedib. 3'ü vermişik, indi 7'ni verəcəyik. Qəsəbənin ağsaqqalları, mollalar yığılışıb gəldilər mənim yanıma ki, Əhməd ağa, fikirləşmişik, kimə deyiriksə qəbul eləmir, bir dənə səndən başqa güman yerimiz yoxdur. İstəyirik, vəziyyət gərgindir, istəyirik ki, 7'ni götürək. Dedim, gəlin içəri məclisə təklif eləyək. Əgərləri qəbul eləsələr, canla başına mən də götürərəm. Girdik içəri, mən dedim, əziz qardaşlar, bu kişilər gəlməyib ki, əli üzdəki mənə verin. Bunlar gəliblər ki, millətin vəziyyəti ağırdır, 7'ni götürəyin. Millət əziyyət çəkir. Qəbul elədik, məclissə hamısı bir yerdə dedi ki, Allah qəbul eləsin, yaxşı sözdür, götürəyin. O gündən biz 7'ni götürdük, 3'ü verdik, daha 7'ni vermədik. Ona görə lazımı olan şeydir. Sonra mən bir neçə vaxt keçdi üstündən, evdə oturmuşdum, gördüm bir dənə uşaq gəldi. Uşaq mənim dostumun uşağıdır. Gəldi, əmi, bəli, vəziyyət ağırdır, atam ölür, can üstündədir, bilmirəm ki, nə eləyəcəm, mənə çox çətinlik gəlir. Dedim, bala, atası mənimlə dost idi, şoför yoldaş idi, bir yerdə işləyirdik. Atası mənimlə dost olduğuna görə, dedim, bala, getginlə, heç bir şey gərək deyil. Molla zat çağırma, molla ilə özüm olacam. Həm də ki, ehsana zat vermək olmayacaq. Getdik. Uşaq bir gündən sonra gəldi ki, atam keçindi. Getdim, məsləhət elədim orada ağsaqqallarla. Hal qəziyyə bilən ki, bu uşağın vəziyyəti ağırdır. Burada hüzür olmasın. Ağsaqqalların ağlı kəsənlər mənimlə razılaşdılar. Ne diyesen o cavan